President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mehriban Aliyeva, and their family members participated in the opening ceremony of the Khojaly Genocide Memorial in Khojaly town on February 26. President Ilham Aliyev laid a wreath at the memorial. Assistant to the President Anar Alakbarov informed the head of state and the First Lady about the memorial. The Khojaly Genocide Memorial was established pursuant to the order signed by President Ilham Aliyev in February 2025, with the aim of eternally commemorating the memory of the victims of the Khojaly tragedy, conveying historical truths to future generations, and preserving national memory. The project was implemented based on the concept prepared by the Haydar Aliyev Foundation. The monolithic structure surrounding the memorial on four sides is designed in the form of symbolic hands protecting Khojaly residents from genocide. As a sign of respect for the memory of the victims of the Khojaly genocide, almond trees, which bloom at the end of winter and herald spring, have been planted in the courtyard of the memorial. Over the years, the almond blossom has been chosen as the symbol of the Justice for Khojaly campaign, and this is no coincidence. The almond blossom reflects the demand for justice regarding the genocide committed in Khojaly in February 1992. The memorial consists of 4 sections. The first 2 sections feature an exhibition hall preserving the memory of the victims of the Khojaly genocide. The exhibition greets visitors with the Face of the Tragedy installation. Authored by Rashad Alakbarov and Azer Rustamov, the installation depicts the victims of the genocide that occurred on the night of February 25 to 26, 1992. Innocent civilians killed and families destroyed. Models of doves flying along the ceiling of the memorial are a tribute to the memory of the innocent residents of Khojaly who were killed during the tragedy while wishing peace to the whole world. The exhibition dedicated to the Khojaly genocide, one of the most horrific crimes against humanity in the 20th century, presents the historical roots of the Armenia-Azerbaijan conflict, the policy of occupation, and the consequences of Armenian terrorism on Azerbaijani lands based on documents, maps, and facts. Exhibitions titled Khojaly, Traces of Ancient Civilization. Khojaly Genocide is a crime against humanity, and Do Not Forget Khojaly. Provide information about Khojaly's history, the geography of the occupation, the chronology of the conflict, violations of international law norms, the Khojaly Genocide as one of the bloodiest crimes against humanity, and the political and legal assessment given by national leader Haydar Aliyev. In the exhibition hall, information about the horrors experienced on the day of the tragedy is presented interactively via a Khojaly model. In the second exhibition hall, Sarkhan Hajiev's installation houses Silenced in One Night and the fates of 8 families completely destroyed during the tragedy, Lives Interrupted in One Night, Unfulfilled Dreams, Silenced Children's Laughter as a Result of the Crime Against Humanity, are presented through an AI-generated video. The exhibition hall reflects President Ilham Aliyev's consistent policy to promote Khojaly truths at the international level. The activities of the Haydar Aliyev Foundation under the initiative and leadership of its president Mehriban Aliyeva to preserve the memory of Khojaly genocide victims and establish justice, publications and informational materials in various languages, as well as the work carried out within the framework of the International Justice for Khojaly campaign initiated by Vice President of the Haydar Aliyev Foundation Leyla Aliyeva and her active participation in related events. Models of monuments erected in several countries in memory of the genocide victims within the Justice for Khojaly international campaign are also displayed here. The exhibition concludes with information on the 44-day patriotic war and the restoration of state sovereignty, embodying the ideas of the Great Return and devastated Khojaly will revive again. Another section of the memorial features an assembly hall intended for official events and commemoration ceremonies. The Khojaly Genocide Memorial serves as a space dedicated to preserving national memory in architectural and conceptual terms. On the night of February 25 to 26, 1992, Armenian military units,
with the participation of the 366th Motorized Rifle Regiment of the former Soviet Army stationed in Khankendi, committed a horrific genocide in Khojaly. During the tragedy, 613 people were killed. Among them were 63 children, 106 women, and 70 elderly people. As a result of the military aggression, 8 families were completely wiped out, 25 children lost both parents, and 132 children lost one parent. The memorial erected in liberated Khojaly will eternally preserve the memory of the genocide victims and convey historical truths to every visitor. Today, the Azerbaijani people commemorate the memory of the victims of the Khojaly genocide, one of the most horrific massacres of the 20th century, as a victorious country and a victorious people. The souls of the Khojaly victims are at peace today. As the victorious Supreme Commander-in-Chief said, their blood was not shed in vain. Their revenge was taken on the battlefield during the Patriotic War. President Ilham Aliyev then signed the memorial's guest book. Afterward, the head of state, the First Lady, and their family members toured the memorial and met with representatives of the Khojaly district community. The head of state delivered a speech at the meeting. Əyləş. 2 il bundan əvvəl Xocalı soyqırımı memorial kompleksinin təməli qoyulmuşdur. Mənim iştirakımla. Bugün isə bu memorial kompleksin açılışına toplaşmışıq. Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən Azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 62 uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların qalıqları işğaldan sonra bəzilərinin tapıldı və torpağa tapşırıldı. Azərbaycan xalqı üçün bu ən böyük faciədir və bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandığından dərhal sonra Xocalıya ədalət geniş miqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Dünyanın bir çox ölkələrində onun təşəbbüsü ilə son 20 il ərzində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konferanslar keçirilmişdir. Bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti və dünya ermənliyi və dünya ermənliyinin və Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni örtbasdır etməyə çalışırdı. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı. Və əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bugün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun olan məlumat olmayacaqdır. Məhz bizim
təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. Xocalı ədalət hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırlar. Biz isə ədalətə doğru addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanınması bir addım idi. Vətən müharibəsi və şanlı zəfərimiz ikinci addım idi. Xocalı şəhərinin 2 il yarım bundan əvvəl işğaldan azad edilməsi isə son addımlardan biri idi. Və nəhayət, axırıncı addım bu yaxınlarda Bakıda keçirilmiş hərbi cinayətkarlar, onlara qarşı olan məhkəmə prosesi idi və Xocalı soyqırımını törətmiş, Əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Bir hissəsi isə xüsusilə müxtəlif dövrlərdə separatçıların liderləri sayılan ünsürlər saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir. Biz ədaləti özümüz təmin etdik. Xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Silahlı qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına biz ədaləti özümüz təmin etdik. Və əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi. Və dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik. Azərbaycan dövləti, bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. Nə qədər bizə işğal dövründə təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Həm işğal dövründə bizə ünvanlanan siqnallar ki, reallıqla barışmaq lazımdır. Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək. Böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək. Azərbaycan ordusu döyüş meydanında qələbə qazana bilməyəcək və bu kimi uydurulmuş şayələr həm geniş informasiya məkanına ötürülürdü, həm Azərbaycan rəhbərliyinə müxtəlif kanallar vasitəsilə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi.
və bunu dəfələrlə biz bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda o vaxtki köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və danışıqlar yolu ilə məsələ həll olunmazsa, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Və belə də oldu. Və birinci dəfə prezident vəzifəsinə seçiləndən sonra and içmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi. Bu da təbiidir. Çünki güc yığmalıydıq, güc toplamalıydıq. Beynəlxalq müstəvidə öz haqq işimizi təsdiqləməliydik. O cümlədən erməni dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalıydıq. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalıydıq və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər qurduq. Bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi ilə bağlı olan həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Güclü, heç kimdən asılı olmayan iqtisadiyyat qurduq. Güclü ordu qurduq. Həm ordumuzun peşəkarlığını artırdıq. Eyni zamanda əldə edilən gəlirlər hesabına silah-sursat texnika aldıq. Yəni, hər gün, hər ay biz qələbəyə doğru addımlayırdıq və mən bunu dəfələrlə işğal dövründə demişdim ki, hər gün biz qələbəni yaxınlaşdırmalıyıq. Və yaxınlaşdırdıq və cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq. Düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırırıq. Və bugün son 2 il yarımlıq tarix göstərir ki, nə qədər bu düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi. Ancaq mən bilirdim və əminəm ki, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. Və 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi. İşğalçılar torpaqlarımızdan qovuldu. Torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Və Xocalıya ədalət məhz o vaxt təmin edildi. Və bugün memorial kompleksin açılışı, məhz Xocalıda açılışı bu ədalətin təntənəsidir. Çünki mən bunu təməl qoyma mərasimində demişdim. 2 il bundan əvvəl Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev fondu tərəfindən bu layihə çoxdan hazır idi. Və necə var, necə tikilib, belə də nəzərdə tutulmuşdu. Yer də seçilmişdi Bakıda və artıq
son mənim qərarım lazım idi ki, bunun inşasına biz başlayaq və nəysə məni hər dəfə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi? O da inam idi ki, gün gələcək və bu memorial kompleksini biz Xocalada quracağıq və belə də oldu. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq. Ayıq olmalıyıq. Həmişə güclü olmalıyıq. Həmişə düşmən bizdən qorxmalıdır. Necə ki, bugün qorxur. Və məhz bu qorxu nəticəsində bugün Azərbaycan xalqı sülh içində yaşayır. Vətən müharibəsi, əfsuslar olsun ki, Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq. Heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbiçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun. Qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın. Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik. Amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdir. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi. Silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək. Bugün bu memorial kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər birisi öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər. Uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Həm öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda görə nə qədər iradə olmalıydı ki, bütün bunlara dözə bilsinlər. Və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, ordumuza inam. Və bugün bu memorial kompleksin timsalında biz
Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, yəni 20-ci əsrin ən qanlı cinayətlərindən biri idi Xocalı soyqırımı. Və xalqımız buna məruz qalmışdı. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız həm öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı və bugün biz bu memorial kompleksin açılışında iştirak edərkən bir də deyirik ki, bugün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təhribat törətmək gəlməsin. Artıq Azərbaycan 92-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdı dünyada. Və bugün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövləti, bizim siyasətimizdir. Mən elə Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz Azərbaycanlıyıq. Biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Heç vaxt ermənilərdən fərqli olaraq günahsız əlyalın mülki əhaliyə qarşı müharibə aparmamışıq. Və bu bizim xalqımızı daha da ucaltdı. Və bugün xalqımıza, dövlətimizə olan hörmət o cümlədən məhz buna görədir. Və o vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətlərini unutmayacağıq və hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmaz.